Azərbaycan Respublikasının İgidlər Diyarı Tolu şəhərindən sizləri salamlayırıq. Bugünkü ziyarətimiz Cəllov Elcan Familoğludur. Həm məzarını ziyarət edib ailəsinə başsağlığı verəcəyik. Qarabağ Azərbaycandır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycanımız var olsun. Bir daha Qarabağ Azərbaycandır. Gəldik çatdıq Cəllov Elcan şəhid qardaşımızın evinə. İnşallah qapımızı döyərək ailəsinə başsağlığı verək. Kamil əmi. Salam əmi. Hoş geldiniz. Sağ ol əmi də. Nə tərsiz. Salam aleyküm. Salam əmi. Nə tərsiz. Şəhidimiz Elcan qardaşımızın evindəyik. Biz ki, şəhidimizi unutmuruq, vətənimizi unutmuruq. Biz ki, gəlib ailəmizi ziyarət edirik. Sizlərlə məsləhət görürük ki, siz də gəlib ziyarət edəsiniz. 2021-dən, 2020-dən başlayan müharibəmiz bitdi. Amma bizim şəhidlərimizin evindəki ocaq hələm də bitmir. Çünki bizim şəhidlərimiz bizim üçün, vətən üçün canından keçir. Biz bunu dərk edərək gəlirik, amma siz də dərk edərək gəlmirsiniz. Çünki bizim şəhidlərimiz bizim vətənimiz üçün qanından keçdilər, canından keçdilər. Nədir, biz ölkəmizdə daha rahat yaşayaq. Dərk edərək gəldik, biz Azərbaycan Respublikasının şəhidlərini ziyarət edərək sizə də məsləhətimiz budur ki, siz də gələsiniz. Və bu halda da bunu işlandırmaq istəyirəm ki, bizim şəhidimizin rayonumuzda olan bütün şəhidlərimizin adına bulaq var, amma bizim rayonumuzdakı Elcan qardaşımızın bulağı yoxdur. İndi Ramil qardaş bu haqda bir dənə öz fikrini bildirsin. Salam, hoş gəldiniz. Sağ olun. Mən bütün Azərbaycan adından müharibədə olan şəhidlərimizə Allah rəhmət diləyirəm. Ailələrimizə can sağlığı. Bugünkü gün bizim evdə oturmağımız, işləyimiz, hər şey bu şəhidlərə görə, qazilərimizə görə. Və biz bugünkü günümüz çıxıb ərləniriksə, bu qazanırıq. Ailəmizə baxırıqsa, vallahi billahi şəhidlərimizə görə. Əlbəttə ki. Biz elə bir hərəkət eləməliyik, biz elə bir qayğı göstərməliyik ki, biz onları uzatmalıyıq. Və mən bütün Azərbaycan xalqına, bütün, yəni tək mənim qardaşım deyil, bütün Azərbaycanın qardaşı, şəhidi. Əlbəttə ki. Mən şəhidlər adına hamısını yenə rəhmət diləyirəm, qazilərimizə can sağlığı və qardaşımıza inşallah bir dənə Toğuz adından, Azərbaycan adından bir dənə qəşəng, layiqli bir dənə bulaq tikək. Dəstək də, yəni bizim Toğuzumuzdan dəstək, Azərbaycanımızdan dəstək, şəhidimiz Elcan qardaşımızın bulağı yoxdur. Ona bir dənə qəşəng bulaq tiksin, adlı sanlı. Bizim vəzifə borcumuz ki, bunu yerinə yetiririk. Əlbəttə ki, biz bunu yerinə yetirməliyik, əziz izləyicilər. Kamil əminin elə bir imkanı olsaydı, özü bunu yaradardı. Yəni, imkanı yoxdur ki, bu şərait yaranmır. Sizdən xahişimiz budur ki, bizim qardaşımız adına bu bulağı təşkil edək, tikilsin. Mən də əminəm ki, bunu Azərbaycan xalqı, Toğuz cəmaatı əlindən nə gəlirsə eləyəcək. Mən inanıram. Çünki biz şəhidlərimiz sayəsində hərəkətlər edirik, işləyirik, gücləyirik. Biri mənim özüm də yardım edir. Bəli, hamımız edirik. Gücüm nəyə çatacaq onu edəcəm. İnşallah mən bilirəm ki, əminəm ki, dəstək olacaqlar bizə. Mütləq şəhidlərimizə. Çünki bizim şəhidimiz böyük Azərbaycan şəhidi. Əlbəttə ki. Qardaşlarımıza Allahdan yenə də rəhmət, qaranlarımıza can sağlığı, öpürəm, sağ olun. Nə qədər ki, biz yaşayırıq, indiki nəsillər və gələcək nəsillər bunu bilməlidir ki, bizim şəhidlərimiz var, bizim dövlətimiz, millətimiz, torpağımız şəhidlərimizin sayəsində ayaqdadır. Bunlar olmayası olsaydı, biz indi bugün burada rahat danışa bilmirdik, işimizlə, gücümüzlə məşğul ola bilmirdik. Bir sözlə, şəhidlər ölməz, vətən bölünməz. Söz bitmir, yəni danışası olsa da söz bitəsi deyil. Yəni valideynləri, şəhid valideynləri tək qoymaq bilsinlər ki, bir oğul itirdi, 1000 oğul qazandı. Amma 1000 oğul qazansa da bir oğulun əvəzini heç kəs verə bilməz. Yəni sözümün nöqtəsi budur ki, şəhidlər ölməz, vətən bölünməz. Valideynləri tək qoymayaq, hər zaman yanlarında olaq. Bir gündən bir, 5 gündən bir, 3 gündən bir gələ bilmirsiniz, biz sizlərin adınızla gəlib ailəmizi ziyarət edirik. Şəhidlər ölməz, vətən bölünməz, Qarabağ Azərbaycandır. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Biz hər şəhidlərimizi ziyarət etdikdə və gəlib məzarını ziyarət etdikdə bu sözü həmişə vurğulayırıq ki, şəhidlər ölməz, vətən bölünməz. Şəhidlərimizi unutmayaq, unutturmayaq. Çünki biz bu gün addımlayıb hərəkət ediriksə, bu kişinin sayəsində hərəkət edirik. Və həmçinin biz şəhidlərimizi yad etdiyimiz kimi ailələrini də gərək yad edək. Həmişə şəhidlərimiz olduğu təqdirdə vətən sağ olacaq, vətənimiz var olacaq. Çünki indiki nəsillər və gələcək nəsillər bunu bilməlidir ki, bizim Azərbaycanımızın torpağı şəhidlərimizin qanıyla yoğrulub. Necə ki, şəhidlərimiz dünyasını dəyişəndə onlardan axan qan biz xalqını sevən vətən oğullarının damarlarına, şəhidimizin ruhu ərşə, özü isə torpağa qarışır. Amma qanı bizim damarlarımıza axır. Həmişə Azərbaycan var olsun, dövlətimiz, millətimiz var olsun. Cənab Ali Baş Komandan İlham Əliyevimiz var olsun. Allah uzun ömür, can sağlığı versin ailəsinə. Azərbaycanımız var olsun. Qarabağ Azərbaycandır.